Gürcüstan Qaz Nəqli Şirkətinin məlumatına görə iyulun 6-sı səhər saat 6-dan iyulun 9-u səhər saat 9-adək Qırmızı Körpü-Calqa-Axalkalaki magistral qaz kəmərinin 24,4 və 45,1-ci kilometrində planlaşdırılan yenidən qurma və reabilitasiya işləri ilə əlaqədar təbii qazın verilişi müvəqqəti dayandırılacaq. Köyməkartı bölgəsində məhdudiyyət Marneuli, Dmanisi və Bolnisi bələdiyyələrini əhatə edəcək. Marneulidə Marneuli şəhəri daxil olmaqla 72 yaşayış məntəqəsi, Dmanisidə Dmanisi şəhəri daxil olmaqla 34 yaşayış məntəqəsi, Bolnisidə isə Bolnisi şəhəri və Qazreti qəsəbəsi daxil olmaqla 31 yaşayış məntəqəsi qazsız qalacaq. Marneuli bələdiyyəsində Marneuli şəhəri, Ağkula, İmir, Xixani, Tereteli, İmircala, Böyük Muğanlı, Mirzovka, Qırmızı kənd, Lejbəddin, Bəylər, Daştəpə, Keşəli, Saymerlu, Aşağı Saral, Algeti üzümçülük təsərrüfatı, Tamarisi, Təkəli, İlməzli, Hallavar, Kirəc Muğanlı, Ambarovka, Dioqnisi, Xancıqazlı, Yuxarı Saral, Qaçağan, Qırıqlı, Yenikənd, Yuxarı Qullar, Axlı Mahmudlu, Aşağı Qullar, Araflı, Qasımlı, Dəmyagövarxı, Ulaşlı, Sadaxlı, Beytarabçı, Kirovka, Maradisi, Dəmiyə, Ağməmmədli, Xataveti, Mollaoğlu, Quşçu, Zob, Baytallı, Sabirkənd, Xuldərə, Seyidqocalı, Əzizkənd, Burma, Budyanovka, Hacısəkənd, Axlılələ, Baydar, Şaumyan, Şulaveri, Təzəkənd, Cerakvi, Algeti, Kürdlər və Sioni kəndinə qazın verilməsi dayandırılacaq.